Salam. Bugün çox, amma çox yayılmış, bir o qədər də yanlış anlaşılan bir mövzuya aydınlıq gətiririk. Fibroadenomalar. Belə bir diaqnozla bəlkə siz, bəlkə də bir yaxınınız üzləşib və bilirsiniz, bu zaman ilk reaksiya adətən narahatlıq olur. Amma əslində narahat olmağa çox da dəyməz. Elə isə gəlin bu mövzunu birlikdə addım-addım, sadə və aydın bir şəkildə anlamağa çalışaq. Yaxşı, bəs bugün nələrdən danışacağıq? Deməli, ilk olaraq görək bu fibroadenoma nədir? Sonra kimlərdə daha çox rast gəlinir və əlamətləri nələrdir ona baxacaq. Daha sonra tibbi tərəfinə keçib görüntüləmə üsullarından, dəqiq diaqnozun qoyulmasından və ən sonda da müalicə və proqnoz məsələlərindən bəhs edəcəyik. Başlayaq. Elə isə gəlin birbaşa mövzunun özünə keçək və ən təməldən başlayaq. Fibroadenoma dedikdə əslində nə nəzərdə tutulur? Baxın, burada bilməli olduğunuz ən vacib söz xoşxassəli sözüdür. Yəni bu xərçəng deyil. Əslində fibroadenoma nədir? Sadəcə olaraq süd vəzi toxumasının bir növ həddindən artıq, amma zərərsiz böyüməsidir. Təsəvvür edin ki, süd vəzinin həm dəstək verən, həm də süd kanallarını yaradan hüceyrələri bir yerə toplanıb, bu balaca zərərsiz kütləni, yəni düyünü əmələ gətirir. Bu qədər sadə. Yaxşı, aydın oldu ki, bu nədir? Bəs bu törəmələr daha çox kimlərdə rast gəlinir? Yəni, yaşın, hormonların burada bir rolu var. Gəlin bu suala da cavab tapaq. Deyə bilərik ki, fibroadenomalar əsasən gənclərin dostudur. Çünki ən çox yeniyetməlik dövründən başlayaraq təxminən 40 yaşa qədər olan qadınlarda görülür. Hətta bu yaş qrupunda ən çox rast gəlinən süd vəzi kütləsi məhz budur. 40 yaşdan sonra isə onların yaranma ehtimalı demək olar ki, xeyli azalır. Fibroadenomaların çox maraqlı bir xüsusiyyəti var, deməli onlar hormonlara qarşı çox həssasdırlar. Nə deməkdir bu? Məsələn, hamiləlik zamanı bədəndə estrogen, progesteron kimi hormonlar artır, düzdür? Bax, bu hormonlar fibroadenomanı da böyüdə bilər. Tam əksinə, menopauza dövründə hormonlar azaldıqda fibroadenoma da çox vaxt kiçilir, hətta yox olur. Elə bu da onların niyə məhz gənc reproduktiv yaşlarda daha çox görüldüyünü mükəmməl izah edir. Yaxşı, bir fibroadenomanı əllə yoxlayanda nə hiss olunur? Yəni, ələ necə gəlir? Onu başqa düyünlərdən fərqləndirən xüsusi bir şey varmı? Həkimlər arasında onun üçün işlədilən çox qəribə, amma həm də çox dəqiq bir ləqəb var. Döş siçanı. Bəli, düz eşitdiniz, döş siçanı. Bəs niyə ona belə deyirlər? Gəlin bunun səbəbini anlayaq. Bax, bu döş siçanı ləqəbi birbaşa onun hərəkətli olmasından gəlir. Fibroadenoma ətrafdakı toxumalara yapışıb qalmır. Ona görə də barmağınızla toxunanda o dərinizin altında o tərəfə, bu tərəfə rahatca sürüşür. Sanki balaca bir siçan qaçır, elə deyilmi? Bundan əlavə, sərhədləri adətən çox aydın, səthi isə hamar hiss olunur. Bəs həkimlər bu kütlənin içini necə görürlər? Yəni müayinə cihazlarında, məsələn, ultrasəsdə və ya mammoqrafiyada bu düyünlər necə görünür? Baxın, fərqli müayinə üsulları bizə fərqli mənzərələr göstərir. Məsələn, mammoqrafiyada həkim onu sərhədləri çox aydın seçilən oval bir kölgə kimi görür. Ultrasəs müayinəsində, yəni USMD isə adətən hamar kənarlı, tündrəngli, yumru və ya oval bir kütlə kimi görünür. MRT isə daha da detallı bir görüntü verir. Amma əsas məsələ odur ki, bu cihazların hər biri onun xoşxassəli olduğuna işarə edən ipuclar axtarır və çox vaxt da tapır. İndi gəldik çox vacib bir detala. Mammoqrafiyada bəzən kalsifikasiya, yəni kirəcləşmə deyilən şeylər görünür. Amma hər kirəcləşmə eyni deyil. Baxın, əgər bu partlamış qarğıdalıya, yəni popkorna bənzəyirsə, bu əla bir xəbərdir. Bu adətən köhnə, zərərsizləşmiş bir fibroadenomanın əlamətidir. Ancaq əgər bu kirəcləşmə əzilmiş daş kimi xırda-xırda nöqtələrdən ibarətdirsə, bu artıq biraz şübhəli görünür və həkimlər mütləq bunu daha dərindən araşdırmaq istəyəcəklər. Görüntüləmə bizə demək olar ki, hər şey deyir. Amma bəzən diaqnozu 100% təsdiqləmək üçün son bir addıma ehtiyac olur. Bax, məhz bu nöqtədə biopsiya məsələsi gündəmə gəlir. Və yəqin ki, çoxlarının ağlındakı sual budur. Yaxşı, bəs biopsiya həmişə lazımdır? Qısa cavab, xeyr, həmişə deyil. Elə isə, gəlin görək, həkimlər hansı hallarda biopsiya etməyi zəruri hesab edirlər. Adətən bir neçə əsas səbəb var. Birincisi, əgər kütlə zamanla böyüyürsə. İkincisi, görüntüləmədə nəsə atipik, yəni qeyri-adi bir şey görünsə. Üçüncüsü, əgər törəmənin ölçüsü böyükdürsə, məsələn 2,5 cm-dən artıqdırsa və əvvəlki müayinə nəticələri yoxdursa. Və dördüncüsü, bu da çox vacibdir, pasiyentin özünün arxayın olmaq istəyi. Bəli, sırf içim rahat olsun deyə, dəqiq diaqnoz istəmək də biopsiya üçün tamamilə əsaslı bir səbəb sayılır. Yaxşı. Bütün bu mərhələlərdən keçdik, diaqnoz qoyuldu, bəs sonra
Gəlin indi də müalicə və proqnoz məsələlərinə, yəni gələcəyə baxışa nəzər salaq. Bəlkə də ən yaxşı xəbər budur. Fibroadenomaların böyük, həqiqətən də böyük əksəriyyəti üçün heç bir cərrahi müdaxiləyə ehtiyac yoxdur. Onlar xoşxassəli olduqları üçün xüsusi bir səbəb, məsələn, sürətli böyümə və ya ağrı olmadıkca həkimlər adətən sadəcə müntəzəm nəzarətdə saxlamağı, yəni izləməyi tövsiyə edirlər. Və gəldik bütün bu mövzunun bəlkə də ən vacib, ən sakitləşdirici rəqəminə. Bir fibroadenomanın bədxassəli bir şeyə, yəni xərçəngə çevrilmə riski nə qədərdir? 0,3-dən belə daha az. Bu, o qədər aşağı bir rəqəmdir ki, demək olar, yox dərəcəsindədir. Proqnozun niyə bu qədər yaxşı olduğunun da ən əsas sübutu məhz budur. Beləliklə, bütün bu danışdıqlarımızdan hansı əsas nəticəni çıxarmalıyıq? Fibroadenoma, bəli, çox tez-tez rast gəlinən bir tapıntıdır, amma qətiyyən təşvişə səbəb deyil. Bu, adətən tamamilə zərərsiz bir vəziyyətdir. Ümid edirəm ki, bugünkü söhbətimiz bu mövzuya biraz aydınlıq gətirə bildi. Və unutmayın, öz sağlamlığınız haqqında məlumatlı olmaq, suallar vermək sizin atdığınız ən vacib addımdır. Sağlam qalın.